Ata-ana var, dəqiqə başı deyir, çox istəmərəm ha səni. Qoy o ehtimalı verməsin. Sən onu o qədər məhəbbətlə doldur, ilk 7 ildə məhəbbəti artıqlaması ilə ona ver ki, növbəti 7 ildə ona əmrlər verəndə bilsin ki, arxayın olsun ki, bu əmrlərin qaynağı məhəbbətdir. Şəkkə düşməsin ata-ana barədə. Uşaq məhəbbət görəndə ailədə Allahın məhəbbətini daha yaxşı tanıyır. Adam var ki, anası başının üstündə dayanıb, yumruğundan elə hey təhqir eləyir, qışqırır, sonra gəlir məsciddə deyir ki, Allah anadan da mehribandır. Deyir, ananın harası mehribandır? Ana ben mehribandır. Kerək uşaq ananın mehribanlığını dadsın ki, deyəndə Allah anadan mehribandır. Sən 8 yaşda, 9 yaşda uşaq desin ki, Allah nə qədər mehribandır həqiqətən. Peyğəmbər buyurur, hər dəfə uşağınızın üzündən öpəndə cənnətdə 1 dərəcə özü artır. Nə üçündür? Uşağa məhəbbət verin. Allahın məhəbbətinin qapısı sizin məhəbbət özüdür. Sizin vasitənizdə Allahın məhəbbətini hiss eləsin.